Kamal Ağarzayev əslində bugün burada bizimlə birlikdə olmalıdır. İstanbul Enes Klinikasının ürək damar cərrahı. Amma mən həmişə deyirəm, onun əməliyyatları çox olduğu üçün bəzən burada insan həyatından, ürəkdən söhbət gedir. Təbii ki, efirə gəlinməsi qeyri-mümkün olur. Amma biz bugün Kamal Ağarzayevin əməliyyatları haqqında, verilən suallara cavabı haqqında bir sizə video çarx təqdim edəcəyik. Ondan sonra isə kiçik bir fasilə və sonra geri dönəcəyik. Tahir müəllim bizə Xəzər TV təsir dairəsi verilişindən müraciət eləmişdi. Xəstəmiz bizə müraciət eləyərkən artıq başqa bir xəstəxanada şikayətlərlə əlaqədar olaraq koronar angioqrafiya müayinəsi olunmuşdu və 3 taz damarında darlıq olduğu aşkar edilmişdi. Və buna görə də xəstəmizə açıq ürək əməliyyatı tövsiyə edilmişdi. Bizə müraciət etdi, müayinələrdən keçirtdik və xəstəmizə qapalı bypass əməliyyatının mümkün olduğunu söylədik. Bəlli müalicədən sonra xəstəmizə 3 damar qapalı yolla, minimal invaziv üsulla bypass əməliyyatımızı uğurla icra etdik. Tahir müəllimə söz verdiyimiz kimi qapalı metodla, minimal invaziv üsulla 3 damar bypass əməliyyatı icra elədik. Hal-hazırda müayinələrdən də keçirtdik. Kardiologikamızın da nəticələri yaxşıdır, yaralarımız da təmizdir. Mən ilk dəfə bu klinikaya gələndə məndə kürək ağrısı var idi. Gecələr də ağrı olurdu, ağrılar qoluma vururdu, çox çətinlik çəkirdim. Mən sonra Kamal doktoru tapdım. Kamal doktorun rəhbərliyi ilə əməliyyat olundum, çox sağ olsun. İndiki bu vaxtı özümü çox gözəl hiss edirəm, çox rahatam, heç bir ağrılarım yoxdur. Əvvəlki ağrılarından heç bir əlamət qalmayıb. Kamal doktordan çox razıyam, təşəkkürümü bildirirəm. Həmçinin Lalə xanım da öz təşəkkürümü bildirirəm.